da bir anadır. 2 dənə də balaca az yaşlı qızıdır. Onlara deyir, alım sizə çiyələk. Onlar da deyir ki, al. Bu gün aprel ayının 10-udur. Aprel ayında çiyələk çıxmır. Çiyələk çıxır may ayında. Səhvim varsa indi buradan düzəltsinlər. İndi çıxan çiyələyə tökülən dərman sənin birbaşa genetik kodlarını hopur. Nələr var, nələr yoxdur, xəstəliklər, falanlar, beşməkanlar bunlara bir toxum atır. Amma insanlar başa düşmür onu. Orada nə görür? Orada çiyələk görür. Və bunu alıb qidalanmaqla özlərini xoşbəxt zənn eləyirlər. Bəli. O Viktoriyada almırlar o balaca Viktoriya. Nə var edir onu alıb təmizləyim. Amma alırlar o belə böyük və iri, gözəl görünüşdür. Əslində biz özümüzü və övladlarımızı belə demək olmasa bədbəxt eləyirik. Bəli. Amma biz bunun fərqində deyilik. Çünki gözümüz gözələ getmək istəyir axı. O almanın gözəlini istəyir. Amma almanın gözəli də başa düşürük ki, o deyil axı. Niyə özümüzü zəhərləməyə bu qədər meyilliyik?